Salam əziz YouTube kanalımın izləyiciləri. Mən Lor Estetik Cara Dr. Nigar Dadaşovayam. Kanalıma xoş gəlmisiniz. Bugün rinoplastika etdirməzdən əvvəl bilməli olduğunuz ən vacib məqamlardan danışacağıq. İlk növbədə onu bilməlisiniz ki, rinoplastika sadəcə burnun formasını dəyişən estetik əməliyyat deyil. Bu əməliyyat həm görünüşünüzə, həm də nəfəs alma funksiyanıza təsir edə bilər. Ona görə də qərarı tələsik vermək düzgün deyil. Mənə tez-tez belə deyirlər: "Doktor, mən filan məşhurun burnunu istəyirəm, amma üz fərqlidir. Başqasına yaraşan burun sizə yaraşmaya da bilər." Digər vacib məsələ isə gözləntilərdir. Sosial mediada gördüyünüz şəkillər hər zaman real nəticəni əks etdirmir. Rinoplastikanın məqsədi süni görünüş yaratmaq deyil, üz harmoniyasını qorumaq və təbii nəticə əldə etməkdir. Əməliyyatdan sonra isə səbirli olmaq lazımdır. Burnun son formasını alması bir neçə ay, hətta bir ilə kimi vaxt apara bilər. İlk günlərdə və hətta ilk aylarda müəyyən şişkinliklərin olması tamamilə normaldır. Unutmayın ki, uğurlu rinoplastika təkcə gözəl görünən burun deyil, həm təbii görünən, həm də rahat nəfəs almağınıza imkan verən burun uğurlu nəticə hesab olunur. Əgər bu məlumatlar sizin üçün faydalı oldusa, videonu bəyənməyi, kanalıma abunə olmağı və yeni videoları qaçırmamaq üçün bildiriş zəngini aktiv etməyi unutmayın. Sizi maraqlandıran sualları şərhlərdə yaza bilərsiniz.